Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bu gün sizlərə müəllimlərin işə qəbulu imtahanının qiymətləndirmə çərçivəsinə daxil olunmuş yeni mövzu SWOT analizi ilə bağlı məlumat vermək istəyirəm. Bu bir təlim üsulu kimi bizlərə təqdim olunubdur. Analitik bir üsuldur, yəni analizə dayanır, tənqidi təfəkkürü formalaşdırır insanda, strateji düşünməni formalaşdırır, metakognitiv bacarıqları formalaşdırır. Yəni o qədər mühüm bir üsuldur və mən bu mövzu ilə bağlı, bu üsulla bağlı sizə özümə xas şəkildə bir PDF təqdimat hazırlamışam. Düşünürəm ki, bu izahdan sonra inşallah bu üsul sizlər üçün daha asan, anlaşılır və yadda qalan olar. Gəlin keçək digər tərəfə. Bir də sizdən xahişim odur ki, videonun zəhmət olmasa bəyənək, ətrafımızla maksimum şəkildə paylaşaq və dəyərli rəylərimizi yazmağı unutmayaq. Sadəcə istəyim budur. Və sizin təbii ki, bu rəyləriniz məni stimullaşdırır. İnşallah növbəti mərhələlərdə digər mövzuların da, yəni yeni mövzuların canlı izahını sizlərə təqdim etməyi planlamışam. Hə, SWOT analizi. Əslində bizim bildiyimiz və bizim gördüyümüz SWOT-da hər hərf bir məna kəsb edir. Və o bu SWOT adının özü 4 hissədən, 4 komponentdən ibarətdir. Güclü cəhətlər, zəif cəhətlər, imkanlar və risklər. Və bunların hər birisi ingilis dilində bir anlam ifadə edir deyə onları birləşdirib hər sözün baş hərfini birləşdirərək SWOT texnikası yaradıblar. Amma Azərbaycan dili bizə lazımdır və o versiyanı mən sizə izah edəcəm. 4 komponentə ayrılır SWOT texnikası üsulu. Güclü cəhətlər, zəif cəhətlər, imkanlar və risklər. Bunu böyüdək, məncə böyüdəndə də görmək olur rahat. Hə, belə olsun. Biz bu texnikadan, bu üsuldan istifadə edən zaman istənilən bir fəaliyyətdə çalışacağıq ki, 4 komponenti təyin edək. Güclü tərəfləri, zəif tərəfləri, imkanları və riskləri. Və əslində SWOT analizi özü fərdi inkişaf üçün, idarə etmək üçün daha faydalı olan bir üsuldur. Bu gün təlim-tədris prosesi ilə bağlı necə tətbiq olunur, icrası necədir, bununla bağlı danışacağam. Hətta bir nümunə də göstərəcəm sizə inşallah. Amma nəzərinizə çatdırım ki, bu adətən idarə etmədə, fərdi inkişafda böyük bir faydaya sahibdir. Və burada güclü cəhətlər və zəif cəhətlər, imkanlar və risklər haqqında bunu bildirmək istəyirəm ki, iki hissəyə ayrılır əslində bunlar. Güclü cəhətlər və zəif cəhətlər daxili amillərdir. Daxili amillər. Bunu unutmayaq. Daxili amillər. Yəni fərdi inkişafda mən biraz əvvəl dedim, istifadə olunur və metakognitiv bacarıqları formalaşdırır. Bu gün bir insan özünün güclü cəhətlərini və zəif cəhətlərini müəyyən etməyə çalışırsa, deməli daxili amillərini araşdırır, analiz edir. Belə deyilmi? Mənim güclü cəhətlərim və ya zəif cəhətlərim daxili amil sayılır. Bir də var xarici amillər. Mənim inkişafımda mənim üçün fürsətlər, yəni imkanlar və mənim məqsədimə çatmağımda mənim üçün təhlükələr, yəni risklər. Bunlara deyirlər xarici amillər. Baxın bu isinə. Güclü cəhətlərim və zəif cəhətlərim daxili amillərdir, birbaşa mənlə bağlıdır. Amma imkanlar və risklər xarici təsirlər, yəni xarici amillərdir. SWOT analizi deyir ki, əgər məndən istifadə edirsənsə və bir fəaliyyətdə məni icra edəcəksənsə, hər iki tərəfi yoxlamalısan və bu 4 komponentə cavab tapmalısan görəcəyin işdə. Biraz sonra nümunədə siz buna şahid olacaqsınız ki, necə icra olunur və hansı formada biz cavablar axtarırıq. Məlumat yerləşdirmişəm burada. Təbii ki, bu məlumatlardan istifadə olunan zaman Time-ın yeni vəsaitə 2026-cı il vəsaitinə istinad olunub və haqqı da demək lazımdır ki, həqiqətən Time-ın 2026-cı il nəşri, yeni metodika vəsaiti çox yaxşıdır. Yəni mən baxdım, tanış oldum, çox-çox bəyəndim. Xeyirli olsun inşallah. Həm onların, yəni həmin kursun özü üçün, həmçinin ondan alıb istifadə edən şəxslər üçün. Bu məlumata da ona əsasən qeyd etmişəm. SWOT analizi ilə bağlı əslində mən məlumat verdim. Özünüz də buradan baxıb oxuya bilərsiniz. Biraz əvvəl danışdıqlarımdır bu məlumatlar.
Bu üsul bir işdə bizə güclü cəhətləri, zəif tərəfləri, görəcəyimiz işdə bizim üçün olan fürsətləri, bizə risk yaradan amilləri müəyyən etməkdən ibarətdir və analiz üsulu olduğuna görə bizdə tənqidi təfəkkür formalaşdırır. Tənqidi təfəkkür strategiya formalaşdırır, metakognitiv bacarıq formalaşdırır. Adətən layihə əsaslı öyrənmədə, problem əsaslı öyrənmədə bu strategiyadan istifadə olunur və digər tərəfə keçək, başlayaq artıq danışmağa. Biz dedik ki, SWOT 4 hissədən ibarətdir. Gəlin indi hər hissənin bizdən tələb etdiklərinə baxaq. SWOT deyir ki, məndən istifadə edirsənsə, bir fəaliyyətdə məni icra edəcəksənsə, birinci görəcəyin işdə güclü cəhətləri tapmalısan. Güclü cəhətlər. Çünki bunlar işin keyfiyyətini artıran müsbət xüsusiyyətlərdir. Sən birinci onu axtarmalısan. İşinin keyfiyyətinə təsir edən müsbət tərəflər nələrdir? Daha sonra deyir, sən o fəaliyyətdə zəif cəhətləri axtarmalısan. Çünki zəif cəhətlər sənin işinin keyfiyyətini aşağı salan mənfi xüsusiyyətlərdir. Onu tapıb aradan qaldırmağa cəhd göstərməlisən. Zəif cəhətləri tap deyir. Üçüncü isə imkanları araşdır deyir. Sənin məqsədə çatmaq üçün hansı fürsətlərin var? O fürsətləri tap. İmkanlara fürsətlər də deyirik biz. Fikir verirsinizmi? SWOT nə dedi? Güclü tərəfləri tap, zəif cəhətləri tap, fəaliyyətdə imkanları axtar, yəni sənə məqsədə çatmaq üçün hansı fürsətlər var? Daha sonra riskləri tap, müəyyən et, araşdır. Yəni bu işi görən zaman, məqsədə çatan zaman gedəcəyin bu yolda sənə nələr təhlükə yarada bilər? Hansı risklər var? Aydındırmı? Bundan ibarətdir SWOT. 4 addım. Güclü tərəflər, zəif tərəflər, imkanlar və risklər. Bu dördünü deyir tap sən. Məndən istifadə edirsənsə bu dördünü axtarmalısan. Fəaliyyətdə bunları analiz etməlisən. Yəni bu 4 mərhələni icra etməlisən. Tətbiqi ilə bağlı əslində biraz sonra nümunə göstərəcəm, necə tətbiq olunur. SWOT analizi fərdi və ya qrup şəklində icra olunur. Əsasən qrup şəklində daha çox müşahidə olunur və analitik bir üsuldur. Şagirdlər o cədvəli dolduran zaman təbii ki, arqumentlər irəli sürürlər və bu arqumentlər mütləq əsaslı olmalıdır ki, onu sonda belə deyək, müəllimə təqdim etsinlər və təqdim edən zaman fikirlərini əsaslandıra bilsinlər. Nümunə göstərəcəm deyə burada çox danışmıram. Keçək digər tərəfə. Şagirddə formalaşdırılan bacarıqlar. Şagirddə hansı bacarıqları formalaşdırır? SWOT texnikası. Tənqidi düşünmə bacarığı formalaşdırır. Qərar vermə bacarığı, analiz etmə, strategiya qurma, strateji bacarıqlar formalaşdırır həqiqətən də. Fikir əsaslandırma bacarığı, risklərin qiymətləndirilməsi, problemə sistemli yanaşma, səbəb-nəticə əlaqələri, öz öyrənmə prosesini dərk etmə, çox gözəl ifadədir bu. Güclü və zəif tərəflərini tanıma, bunlar birbaşa metakognitiv bacarıq deməkdir. Və biz yenə təkrar qayıdaq, nə görürük? Görürük ki, SWOT şagirdlərdə tənqidi təfəkkür, analiz, analitik düşünmə, metakognitiv bacarıqlar formalaşdırır. Strateji düşünmə formalaşdırır. Nə olmalıdır başqa? Və bir nümunə vermişəm SWOT-la bağlı. Biz burada ikinci hissədə nə gördük? Dedik ki, 4 komponentdən ibarətdir SWOT və əgər mən hər hansı bir mövzuda SWOT-dan istifadə etmək istəyirəmsə, yəni bu üsulu icra etmək istəyirəmsə, o zaman bu 4 komponenti həmin fəaliyyətdə tapmalıyam, analiz etməliyəm. İndi gəlin baxaq. SWOT analizinə aid nümunə. Keçdik. Mövzu: məktəbdə onlayn təhsilin tətbiqi. Gəlin baxaq. Bu mövzumuzdur ha bizim. Bu mövzu ilə bağlı biz SWOT texnikasını icra edəcəyik. Yəni 4 komponenti araşdıracağıq, analiz edəcəyik ki, onlayn təhsilin tətbiqi məktəbdə nə qədər faydalıdır və sonda bir nəticəyə gələcəyik. Gəlin güclü cəhətlərinə baxaq. Axı bizim mövzumuz bəllidir. Məktəbdə onlayn təhsilin tətbiqi. Güclü cəhətlər.
Şagirdlər istənilən yerdən dərsdə iştirak edə bilirlər. Rəqəmsal resurslardan, videolardan, testlərdən, təqdimatlardan istifadə edə bilirlər rahatlıqla. Vaxta qənaət olunur. Dərslər yazılıb sonradan təkrar izlənilə bilir. Məsələn, bizim hazırki dərsimiz tipli. Yazılır, sonra izləyəcək müəllimlər. Bu onlayn təhsilin güclü tərəfləridir. Baxın, mövzu üzrə tətbiq edirik hə SWOT-u. Bu güclü tərəfləri uşaqlara vermişik bu mövzunu, şagirdlərə və şagirdlər analiz edir. Güclü tərəfləri doldurdular. 4 hissədən ibarətdir və 4 hissənin, yəni 4 mərhələnin 4-də doldurulmalıdır. Birinci hissə tamam. Gəlin indi zəif tərəflərinə baxaq. Onlayn təhsilin zəif cəhətləri nələrdir? İnternet və ya cihaz problemi ola bilər ki, uşaqlar prosesdən geri qalarlar. Yəni şagirdlər, təhsil alanlar. Canlı ünsiyyət və sosiallaşma azalır. Şagirdlərin diqqətini saxlamaq çətin olur. Qiymətləndirmədə obyektivlik çətinliyi yaradır. Bu, onlayn təhsilin zəif cəhətləridir. SWOT-da ikinci cədvəldə doldurduq. Gəlin keçək üçüncü mərhələyə. İndi deyir ki, onlayn təhsilin imkanlarını müəyyən et. Onlayn təhsilin imkanları. Yeni təlim texnologiyalarını tətbiq edə bilirik. Müəllimlər rəqəmsal bacarıqlara sahib olur. Beynəlxalq onlayn layihələrə qoşulma imkanı yaranır. Aha, deməli fürsətlər yaxşıdır, imkanlar yaxşıdır. Beynəlxalq onlayn layihələrə qoşula bilirik biz bu vasitə ilə. Bu bizim imkanlarımız. Bəs risklər nələrdir? Texniki nasazlıqlar dərsi poza bilər. Şagirdlərin motivasiyasının azalması halı baş verə bilər. Bu riskdir həqiqətən. Kiber təhlükəsizlik problemi çox real risklərdən biridir. Yəni burada xüsusilə fiziki bullyingdən söhbət gedir. Sonra sağlamlıq riski yarada bilər bizə, çünki göz yorğunluğu, hərəkətsizlik yaradır. Belə riskləri var bizim üçün. Onlayn təhsilin. Bitdi. Müəllimlər. SWOT-u tətbiq etdik. Sonra nəticə. Nəticə mərhələsində ümumiləşdiririk, yəni qərar qəbul edirik. Baxın, nəticəyə fikir verin. Onlayn təhsil məktəblərdə ənənəvi təhsili tam əvəz etməsə də, qarışıq, yəni hibrid model kimi tətbiq olunarsa, daha effektiv olar. Bitdi. SWOT tətbiq olundu. Fikir verin, mövzumuz nə idi? Məktəbdə onlayn təhsilin tətbiqi və bununla bağlı SWOT texnikası icra olundu. Onlayn təhsilin tətbiqində həm güclü tərəfləri, həm zəif tərəfləri, həm imkanları, həm də riskləri nəzərdən keçirmiş olduq. Beləliklə biz həmçinin analiz, yəni SWOT-u icra etmiş olduq. Mən özüm bu nümunəni hazırlamışam deyə artıq biz bir-bir oturub analiz etmədik. Amma normalda biz bunu təqdim edəndə şagirdlərə, onlar oturub analiz edirlər güclü tərəfləri, zəif tərəfləri və o şəkildə 4 mərhələni, yəni 4 cədvəli doldurmuş olurlar. Və sonda bir məlumatı da verim. Əlaqə. Bizim dərslərimizə qoşulmaq üçün bizim WhatsApp nömrəmizi yaza bilərsiniz. 070 855 53 73. Qeyd edim ki, fevral ayının ortaları, yəni 20-si bizim yeni qruplarımız fəaliyyətə başlayacaq inşallah. Yeni qruplarda dərslər necə keçiriləcək, proses necə təşkil olunacaq, bütün bu tipli məlumatları almaq üçün ödənişlər, həftənin neçə gün dərs olacaq və s. Bizim nömrəmizə 070 855 53 73 nömrəsinə WhatsApp üzərindən yazıb məlumat ala bilərsiniz. Belə müəllimlər. Bu günlük bu qədər. Növbəti yeni mövzuların da izahlarını çalışacağam ki, inşallah sizlərə təqdim edim. Sağ olun. Sizlərdən sadəcə bəyənmə və dəyərli rəylər gözləyirəm. Özünüzdən müğayət olun.